Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Şəhidlər Xiyabanında Şəhid Abuşov Sirac Abuşoğlunun anım günü tədbiri keçirildi. Tədbirdə Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Azərbaycan televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyətinin sədri Rövşən Məmmədov, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin ailə üzvləri, yaxınları, jurnalistlər, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Azərbaycan televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyətinin sədri Rövşən Məmmədov, ümumilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğuladı. Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd etdi ki, 44 günlük vətən müharibəsində ordumuzun qəhrəmanlığı, Ali Başkomandanın qətiyyəti, ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu. Digər çıxış edənlər şəhidin yaxınlarına başsağlığı verdilər və Sirac Abuşov barədə xatirələrini bölüşdülər. Şəhidin atası Abış Abuşov göstərdiyi diqqət və qayğıya görə Ali Başkomandan Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Bildirək ki, Abuşov Sirac Abuşoğlu 1989-cu il 29 avqust tarixində Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Əsrarəngiz təbiətə malik olan Kəlbəcərdə rayonun Susuzluq kəndində çəkiliş aparmağa gedərkən Kamaz markalı nəqliyyat vasitəsi mənfur düşmənlərin tank əleyhinə bastırdığı minaya düşür. Sirac Abuşov həmin hadisə nəticəsində dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalır. Şəhid jurnalist Sirac Abuşov Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir. Ailəli idi, özgür adında bir övladı yadigar qalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bu gün informasiya proqramı üçün.